Şübhə yayılır ki, yaxşı əməl etmək üçün iman gətirmək şərt deyil. Ümumiyyətlə, ateist yaxşı insan ola bilərmi? Baxır kimi üçün. Bilirsiniz, insana qiymət vermək üçün, demək ki, filan insan yaxşıdır, çox vaxt bu qiymət düzgün verilmir. Necə? Yəni, insan baxır ki, mənə qarşı necə olur, ya mənim yaxınlarıma qarşı necə olur, ona əsasən ona qiymət verir ki, yaxşı insandır o, ya yaxşı deyil. Belə yanaşsan, ola bilsin hətta hansısa qatil, hansısa bir cinayətkar öz övladları üçün yaxşı atadır. Gedir, cinayət eləyir, siz üçün çörək gətirin evə, ona görə oğrayıram. Ona görə yanaşmaq belə düzgün deyil. Biz insana qiymət verəndə ümumən əməllərə baxmalıyıq. İnsan kimi, o nətər insandır və ən birinci Allah üçün necədir? Çünki Allah onu yaradıb. Necə ki, məsələn, misal çəkim, aydın olacaq. Valideynlərlə pis davranan insan yaxşı insan ola bilərmi? Yəni, valideynlərlə pisdir o, valideynləri tanımır. Onlar onu böyüdüblər, yetişdiriblər, oxudublar. Bu da indi onları tanımır. Xəstədirlər, çağırırlar, gəlmir. Amma bütün insanlar üçün yaxşıdır. Hamısına yaxşılıq eləyir. Bu nə qədər yaxşılıq eləsə də, ona adi hətta cəmaət deyəcək, sən o yaxşılığı başına deyilsin. Sən valideynlərinə ən birinci onlara yaxşılıq eləməsin. Onların vasitəsilə isə bu dünyaya gəlmirsən. İndi baxın, vasitəsi ilə, amma yaradan kimdir? Allahdır. Ona görə ən birinci Allah üçün insan yaxşı olmalıdır. Çünki bu onun xaliqidir. Sonra da Allah üçün yaxşı olsa, Allah dediyini eləsə, insanlara da yaxşılıq eləyəcək. Bu bir. İkincisi də ki, siz baxın, Allaha inanmayan insan yaxşılıq eləyəndə onu elə-belə eləmir. Ola bilməz ki, o onu Allah üçün eləsin, heç nə insanlardan gözləməsin. O mütləq nəsə gözləyir, nəsə bu yaxşılıq da istəyir. Hər bir yaxşılıq edən nəsə istəyir. Lakin mömin adam, müsəlman insan, dindar adam nəsə eləyəndə Allahdan o savabı istəyir. Allahdan razılığını istəyir, qorunmağı istəyir, Allahdan əbədi həyat istəyir. Lakin dünyada kimsə yaxşılıq eləyəndə, görürsə nəsə eləyəndə, sonra fikirləşir ki, bunu elədim, o mənə qaytaracaq. Və yaxud da mənə desirlər ki, yaxşı oğlanam, insanlara kömək eləyirəm, sponsoram, nə bilim nə. İnsan bunu xalis yaxşılıq üçün eləmir çox vaxt. Ona görə ən yaxşı insan Allahın haqqını tanıyandır. Allahın haqqını və onun qullarının haqqını tanıyandır. Bu ən kamil insandır. Və əksinə, ən pis insan da öz xaliqini tanımayan və onun qullarının haqqını verməyən. Belə yanaşmaq lazımdır bu məsələyə. Xülasə, insan Allaha inanmırsa, heç vaxt Allah üçün yaxşı insan ola bilməz. Çünki öz xaliqini tanımır. Necə ki, valideynləri tanımayan bir narşükür övlad kimi.